Ötən gün Xaçmaz sakini 81 yaşlı Qızbəs İməməliyeva çaqqalların hücumuna məruz qalıb. Yırtıcılar əsasən yaşlı qadının baş və qol nahiyəsinə xəsarət yetirib. Belə ki, öz həyətində toyuqları yemləmək istəyən Qızbəs İməməliyeva qəflətən çaqqalların hücumuna məruz qalıb. Təcili yardım vasitəsilə Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırılan yaralının üzərində 1 saatdan çox əməliyyat aparılıb. Hazırda onun vəziyyətinin orta ağır olduğu bildirilir. Niyazabad sakinləri isə bildirirlər ki, son vaxtlar kənddə yırtıcıların hücumu artıb. Bununla belə aidiyyatı qurumlar tərəfindən heç bir tədbir görülmür. Hazırda kənd sakinləri qorxu içində yaşayırlar. Qeyd edək ki, bu il ərzində yırtıcı hücumu ilə Xaçmaz rayon mərkəzi xəstəxanasına bir neçə dəfə müraciət olunub. Həmçinin bildirək ki, çaqqalların il boyu ovlanmasına icazə verilir. Təcili yardım maşınlar çox ağır vəziyyətdə gətirilmişdir. Demək, üzün yumuşaq toxumalarının və sağ saydın, əlin çoxlu cırılmış, böyük cırılmış, dişlənmiş yaralanmaları idi. Demək olar ki, sümüyə qədər çeynənmişdilər. Demək, bunu çaqqallar hücum etmişlər ona. Gələn kimi lazımı müvafiq yardımlar elədik, sistem köçürdük, yaraların cərrahi işlədik, dikiş və aseptik sarı qoyduq. Bu 28 tarixində gəlib xəstə, amma hal-hazırda xəstənin vəziyyəti kafidir. Demək, həyat üçün təhlükə yoxdur, xəstə yaşayacaq.